İndiyə qədər 15 əsr keçib. Və sonunda biz nə deyək bu müsəlmanların halına? Müsəlmanlardan onların müsəlman adı qalıb. Mən müsəlmanam. Hanı sənin əməlin? Bəs əməli kim edəcək? Bəziləri ancaq bayram müsəlmanıdır. Bayramdan bayrama görürsən bu adamı. Bəziləri cümə müsəlmanıdır. Cümədən cüməyə görürsən bu adamı. Bəziləri də əlhəmdülillah Allah Taala onlara nəsib edir. Hər gün qardaşlarla bir yerdə olub Allahı yad edir. Allah da onları yad edir. Biz Allahı nə qədər çox yad edəriksə, Allah subhanahu teala da bizləri o qədər çox yad edəcək. Müsəlmanların zəifliyinin səbəbi ondadır ki, dünya malı onların başını qapıb. Məyər o səhabələr, alimlər dünya malı ilə ticarətlə məşğul olmurdular, məşğul olurdular. Lakin hər bir şeyə öz vaxtını ayırırdı. Ticarətin öz vaxtı olurdu, ibadətinin öz vaxtı, dostlarına, qardaşlarına vaxt ayırırdı, ailəsinə vaxt ayırırdı, hər bir şeyə vaxt tapırdı və Allah onun vaxtına bərəkət verirdi. Allah üçün yaşayırdılar deyə Allah onların vaxtına bərəkət verirdi. Peyğəmbər sallallahu aleyhi və səlləm onları xeyirli nəsil adlandırdı. İndi sual verə bilərsiniz ki, axı Məhəmməd sallallahu aleyhi və səlləmin zamanında, dövründə, əsrində Əbu Ləhəb, Əbu Cəhəl, Əbu Muayyid və digərləri kafir müşriklər də var idi. Məyər onlar da xeyirli insanlardan hesab olunurlarmı? Xeyr. Bəs xeyirli insanı xeyirsiz insandan necə fərqləndirək? Yaxşını pisdən necə ayırt edək? İçki içənlər bir məclisdə oturanda içəndən sonra bir-birini tərifləyir ki, səndən yaxşısı yoxdur, sən mənim qardaşımsan. Zina edənlər həmçinin oğrular, özlərinin öz qayda qanunları var ki, biz ondan yaxşıyıq. Lakin yaxşını pisdən ayırmaq üçün insan ağlı yox, Allahın kitabı bizim üçün meyardır. Meyar. Allahın kitabında nə yaxşıdırsa yaxşıdır, nə pisdirsə pisdir. Allah da həmin kitabda yaxşını pisdən görün necə ayırt edir. Deyir ki, kuntum xayra ümmətin uxricət linnəs. Siz insanlar arasında çıxarılmış ən xeyirli ümmətsiniz. Nədir onun səbəbi? Ayənin ardı gəlir. Tə'muruna bil ma'rufi və tənhavun anil munkari və tu'minuna billah. İnsanlara yaxşı işlər görməyi əmr edir. Pis işlərdən onları çəkindirir və Allaha iman gətirirsiniz. Necə ola bilər mən müsəlman olum, deyim ki, özüm yaxşı oldum, bəsdir. Heç kəsə dəvət eləməsəm də olar, heç kəsə bu yola çağırmasam da olar, çəkindirməsəm də olar. Necə ola bilər belə şey? Əgər biz müsəlmanıqsa, ilk əvvəl valideynlərimizi, ailəmizi, sonra qonşuları, qohumları, dostları, qardaşları fikirləşməliyik ki, onlar cəhənnəm oduna düşməsinlər. Və əgər Allah bizə nəsib eləsə, Allahdan istəyirəm bu Ramazan günü, gecəsi daha doğrusu, Allah bizim hamımızı cənnət əhlindən etsin. Cənnətə ayağımızı bassaq, Allah subhanahu teala özü bizə xitab edəcək, deyəcək ki, ey cənnət əhli. Biz də inşallah ora düşəriksə, cavabında deyəcək ki, buyur ey Rəbbimiz, əmrinə müntəzirik, qulaq asırıq sənin dediklərinə. Allah subhanahu teala buyuracaq, razı qaldınız mı? Cənnətə düşən adam razı qalmaya bilərmi? Sual verirəm. Əlbəttə ki, yox. Hamı deyəcək ki, ya Rabbi, bizə nə olub ki, razı qalmaya? Axı sən bizə yaratdıqlarından heç kəsə bəxş etmədiyin nemətləri bəxş etmirsən. Allah s.ə.v. deyəcək ki, mən sizə bundan da yaxşısını bəxş edəcəyim. Cənnət əhli deyəcək ki, ya Rabbi, bundan yaxşı nə ola bilər ki? Bu gördüklərimizdən yaxşı nə ola bilər? Allah s.ə.v. deyəcək ki, bu gündən mən sizə öz rizamı, razılığımı halal edirəm. Heç vaxt sizə qəzəbim tutmayacaq. Heç vaxt sizə qəzəbim tutmayacaq. Bu nə deməkdir? Bu deməkdir ki, indiki yaşadığımız dövrdə qəzəbi tuta bilər bizə. Qəbirdə olduğumuz vaxt qəzəbi tuta bilər bizə. Hüzurunda dayanacağımız zaman qəzəbi tuta bilər bizə. Hətta Sirat körpüsünün üstündən keçəcəyimiz zaman qəzəbi tutar, salar bizi cəhənnəmə. Nə zaman qəzəbi tutmayacaq bizə? Ayağımız o taya dəyəndə. Körpünün o tayını dəyəndə. İndi sizə bir maraqlı əhvalat deyim. Alimlərdən biri çox zəngin, çox elmli, savadlı, hər cür gün güzaranı olan, hər cür
yaşayış tərzi olan bir alim belə gözəl məclisdə ikən bir nəfər tələbələrindən girir içəri, şeyxin halı necədir? deyə ondan soruşur. Şeyxin keyfi halı necə ola bilər? Hər şey yaxşı, qarnı tox, varı, dövləti, hər bir şeyi var. Necə ola bilər? Lakin gör, nə cavab verir? Alimin cavabı belə olmalıdır. Allah Subhanahu Quran-ı Kərimdə bəs elə demir ki, İnnəmə yaxşəllahə min ibadihil uləmə. Allahdan alimlər qorxur. Həqiqətən, Allahın qulları arasında, bəndələri arasında Allahdan ən çox kim qorxur? Alimlər. Alimin cavabına bax. Deyir ki, ölüm başımın üstündəykən, sabah qəbirdə tənha qalacağım zaman, sonra Rəbbimin huzurunda dayanacağım zaman və Sirat körpüsünün üstündən keçəcəyim zaman məni nələr gözlədiyini mən bilmirəm. Mənim keyfim alım necə ola bilər? Mənim keyfim ancaq körpünün o tayında yaxşı ola bilər. O tayına keçə bilsəm. Mən ancaq dua edib deyirəm ki, Allahım, dünyada qərib yerdə olduğum zaman, qəbirdə tənha qaldığım zaman, sənin huzurunda qiyamət günü dayanacağım zaman və nəhayət Sirat körpüsünün üstündən keçəcəyim zaman məni bağışla, mənə kömək ol, mənə rəhm et. Biz insanlar nə qədər yaxşı işlər görsəydə, nə qədər Allahın buyruqlarını tam şəkildə yerinə yetirsəydə, qadağan etdiyi şeylərdən çəkinsəydə, qəlbimiz qorxu içində olmalıdır ki, bizdən Allah qəbul etməz, birdən Allah bizi cəzalandırar. O müminlər elə idi. Ona görə Abdullah ibn Məsud radiyallahu anh baxır o tabinlərə, tələbələrinə, görür ki, bunlar günah işlər görəndə heç bunlara elə böyük təsir eləmir. Ona görə onlara deyir ki, biz sahabələr günah işlər görəndə elə bilirdik ki, boynumuzdan bir dağ asılıb. Fikirləşirdik ki, nə vaxt ondan xilas olacaq. Siz günah görəndə elə bilirsiniz ki, burnunuzun üstünə bir milçək qonub, belə edəcəksiniz, uçub gedəcək. Ona görə Allah s.ə.v. o kəsləri tərif edir Quran-ı Kərimdə. وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ. O kəslər ki, Allahın buyruqlarını tam şəkildə yerinə yetirir, amma qəlbləri qorxu içindədir ki, bizdən Allah qəbul eləməz. Qiyamət günü Allahın qarşısında nə cavab verərlər? O cür bəndələrin, Allahdan o cür qorxan bəndələrin, vallahi ki, tarixdə biz oxuyub görürük. Nə qədər var dövləti olsaydı, şan şöhrəti olsaydı, adı sanı olsaydı, gücü qüdrəti olsaydı, hər cür titulu olan insanlar bir dənə şeyi yaddan çıxarmırdılar ki, onlar Allahın quludurlar. Onlara təkəbbürlük eləmək yaraşmaz. O qullarından ikisini sizə misal çəkəcəm. Birisi Əli ibn Əbi Talib radiyallahu anh'dur, ikincisi də Ömər ibn Xattab radiyallahu anh. Bilirsiniz, Əli ibn Əbi Talib radiyallahu anh kimdir? Allahın razı qaldığı bəndə, cənnətlə müjdələnmiş bəndə, cənnətin səbirsizliklə gözlədiyi bir bəndə və nəhayət sahabədir, sahabə. Əli radiyallahu anh xəlifə olarkən bazara gəlir bazarlıq eləməyə. Bazardakı yazıqlar nə bilsin ki, xəlifə durub özü bazara gələr bazarlıq eləməyə. Və bu yazıqlar hardan tanısınlar onu? Televiziya yox, jurnal, qəzet yoxdur ki, bunu tanısınlar. Əli radiyallahu anh xırdaflara alver edə gəlir, birdən görür ki, bir nəfər xristiyan qalxan satır. Şit. Tərcümə lazım olsa deyim. Qalxan satır. Baxır qalxanına, deyir, bu mənim qalxanımdır. Xristiyan deyir, nə danışırsan? Boş-boş danışma, gedişinlə məşğul olur. Tapmışam mənimdir. Mübahisə düşür, bunu qovur, təhqir də edir. Əli radiyallahu anh təmkinlə, sakit, səbirlə deyir ki, yaxşıdır. Gedək, onda özü mübahisəmizi qazı həll eləsin. Nəyə görə bunu belə deyir? Onun əlində imkan var idi ki, bir dənə işarə eləməklə onun tərəfdarları gəlib onu əlindən, nəinki qalxanını, bütün əmlakını müsadirə eləsin, özünü də cəzalandırsın. Lakin o qorxurdu ki, əgər o bir kimsəyə zülm edərsə,
həmin adam xristiyan olsa da belə, əllərini açıb dua etsə, onun duası ilə Allah arasında heç bir pərdə olmayacaq. Allah onun duasını qəbul edəcək. Və Əli radiyallahu anh səhabə olsa belə, Allahın razı qaldığı bəndə olsa belə, cənnətlə müjdələnmiş bəndə olsa belə, Peyğəmbər s.ə.v-in kürəkəni olsa belə, cəzalandıracaq. Ondan qorxurdum. Ona görə belə bir şeyi təklif edir ona. Gedək qazının yanına, gəlirlər qazının yanına, şəhəri girəndə qazı bunu görən kimi deyir, Yə əmirəl-muminin. Xeyirlə, bura gəlmirsən. Xristiyan başlayır əsməyə. Qorxudan ki, ya bu kiminlə mübahisə edir? Hər ikisi də müsəlman və bunu da o vəzifəyə bu təyin edir. Bəs qalan. Cəzalandıracaqlar mənə. İşimi bitirəcəklər. Lakin qazı, ədalətli qazı olur. Hər ikisini otuzdurur. Birinci Əli radiyallahu anh iddiasıya sual verir ki, bu qalxanı itirəndə sənin şahidin olubmu, görübmü? Deyir, xeyr. Sonra xristiyana sual verir ki, sən qalxanı tapanda şahidin olub? Xristiyan deyir, bəli. Dostlarından bir neçəsini çağırır, şahidlik edirlər ki, bizim yanımızda tapdı. Qazi deyir ki, Ya əmirəl-muminin, bu adam öz iddiasını sübuta yetirə bildi. Qalxan ona çatır. Xristiyan baxır bu vəziyyətə, bu hökmə, dəhşətə gəlir. Ağlaya-ağlaya qalxır ayağa, deyir, Əşhədu ən la iləhə illallah və əşhədu ənə Muhammədən Rasulullah. Şəhadət verirəm ki, həqiqətən Allahdan başqa ibadətə layiq məbud yoxdur və Peyğəmbər Məhəmməd sallallahu aleyhi və səlləm onun ulu və elçisidir. Həqiqətən bu ədalətli dindir. Budur ədalətli din və budur ədalətli dindarlar. Haradasa kiminsə, haranasa partlatdığını, kimisə girov götürdüyünü, kimisə öldürdüyünü görürsünüzsə, buna din deməyin. Buna yaramaz dindarların əməli deyin. Bu din deyil. Əsl din başqa şeydir. Əsl dindar bax sizin kimidir. Yolunu azmayan, həddini aşmayan dindarlar. Ona din deyilmir. Onların elədikləri tamamilə başqa şeylərdir. Bizim tutub getdiyimiz yol isə, bax, Əli radiyallahu anh kimi sahabələrin tutub getdiyi yoldur ki, Peyğəmbər s.ə.v onları tərbiyə etmişdir. Bu cür onları tərbiyəni Peyğəmbər s.ə.v vermişdir. Onlara daim öyrədirdi ki, qəlbiniz bu dünyaya bağlanmasın. Dünya malına görə kiminsə haqqını tapdalamayın. Adi bir şey deyim sizə. Adi bir şey. Gətirir, Ayşə radiyallahu anhaya bir qədər ət verir, deyir, bunu payla. Qoç əti olur. Ayşə radiyallahu anhaya paylayır və bel hissəsindən biraz saxlayır. Çünki Peyğəmbər s.ə.v-in xoşuna gəlirdi qoçun bel hissəsi. Saxlayır bunu ki, gələndə pişirib versin buna. O da qayıdır evə və sual verir ki, payladın mı? Deyir, bəli, ya Rasulallah. Deyir, bizə nə qaldı? Suala baxın, subhanallah. Bizə nə qaldı? Ayşə radiyallahu anh'a çıxardır, əti göstərir ki, bizə bu qaldı. Rasulullah s.ə.v deyir, xeyr, bizə o qaldı, payladığın. Bunu isə yiyəcək, həzm olub gedəcək. Bizə o qaldı, payladığın. Gör, necə tərbiyələndirirdi onları ki, gəl, bu dünya malına bağlanmasın. Bu dünya malı ancaq istifadə üçündür. Əbədi, baqi nimətlər isə Allah yanındadır. Bizə o qalacaq, o. Bu cür tərbiyədən çıxmış sahabələr heç azğınlaşa bilərdilərmi? Səhv yola düşə bilərdilərmi? O sahabələrdən ikincisini sizə misal çəkirəm. Bu da Ömər ibn Xattab radiyallahu anhu. Ömər ibn Xattab radiyallahu anhu bilirsiniz nə cür sahabə olur. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, məndən sonra Peyğəmbər gəlmiş olsaydı Ömər olardı. 6 dənə ayə onun təklifindən sonra nazil olur. Qadınlara hicab geyməyi əmr edəsən, hicab ayəsi nazil olur. Bəlkə içkini qadağan edəsən, içki barədə ayə nazil olur. İbrahim məqamının namazgah götürək, ayə nazil olur. Müşriklərə, münafiqlərə cənazə namazı qılmamaq, ayə nazil olur. Fidyə müqabilində əsrlərin azad eləməyə ayə nazil olur. Nə təklif edirsə, elə ürək.